Azərbaycanda Kontaktum MT nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən ABC Telekom şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 12%-ni ödəyib. Son vaxtların daha çox müştəri narazılıqları ilə həyatda qalan bu şəbəkənin vergi borcunun müəyyən qisminin ödənilməsi barədə kommersiya qurumlarının dövlət reyestri bazasında qeyd olunub. Oktyabrın 27-sində şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 7672.122,25 manat borcu mövcud olub. Hazırda isə bu borcun miqdarı 6.704.191,98 manata düşüb. Beləliklə, ABC Telekom son bir ayda dövlətə 96.700.931 manat borc ödəməyə məcbur edilib. Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur. Bu günlərdə Prezident yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Kontaktum MT nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən ABC Telekom şirkətinin haqsız rəqabətə yol verdiyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, mağazalar şəbəkəsinin Hoffman markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da rəqabət məcəlləsinin tələblərini pozduğu müəyyən edilib. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə ABC Telekoma icrası məcburi göstərişlər verilib. Xatırladaq ki, ABC Telekom 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və kontakt mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.